Salam kanalımız hoş geldiniz. Tanımayanlar için ben Leman. Bugün sizinle birlikte məktəb alışverişi edəcəyik. Əslində indi girişi evə gəlmişəm və fərşlənmiş bir vəziyyətdəyəm. Çox istəyirdim çünki bugünləri hava. Amma yenə də indi girişi indi çəkirəm çünki gedəndə heç vaxtım olmamışdı. Anqarda yəni belə oldu. Mağazanın içində falan çox da seçə bilmirəm. Çəkə bildiyim qədərilə orada çəkmişəm. Evdən mən çox tez duran bir insan olduğum üçün evdən çox belə təsir çıxdı. Yəni 11-də falan durmuşdum yenə. 12 üçün 12-yə qalmış olan evdən çıxdıq biz. İndi məktəb alışverişi yeməyə gedirik. Əslində çox bir şey almayacağım məktəb üçün. Bir dənə yubka, bir də köynək alacağım. İki dənə köynək alıram həmişə ilərisində. Qısa qol alıram. Heç uzun qol almamışam. Ona görə düşünürəm ki, baxım əgər sinifiniz falan soyuq olsa, üşüsən, uzun qol aldıraram. Şalbarlar zaten gəlmir. Məktəb cəketdəki və məktəb cəketini zaten mavi rəng olanda heç sevmirdim, bəyənmirdim. Yəni bunu düşünə bilə bilmirəm. Bizim məktəb formamız əvvəl ağ köynəklə sinifdaydı. İndi dəyişiblər, eliblər ki, mavi köynəklə bozqa. Direktorumuz dəyişdi. Mən onlara əsaslandığını düşünürəm. Amma başqa bir şey də ola bilər. Niyəsə çox belə qəşəng asil duruşlu bir məktəb formamız var idi. Onu indi mavi boz elədilər. Dəhşət iyrənc görsənir. Bu haqda danışmaq istəmirəm heç bir şəkildə. Belə. Mən Ankara məktəb cəketi almayacağım özümə. Bir dənə köynək, bir dənə yubka, ayaqqabı, bir də hazırlıqla falan giymək üçün şalvar almaq istəyirəm. Köynək almışdım, qəsətlərimi şalvar alacağım özümə. Köynək yəni keçən səfər aldım. Şalvar alacağım. Bir də ayaqqabı bir dənə bəyəndim. O sambaların boz rəngini görmüşəm. Düşünürəm ki, qəşəng görsənəcək yubqamla falan. Məktəb yubqamı da bozdu. Ona görə elə bir şey istəyirəm alım. Başqa da bir şey almadım. Bir də məktəb ləvazimatları mənim çox deyil. Zaten hazırlıqla başlamışdım. Qabaq qeyb dəftər falan almışdım. İndi elə belə gəzim dəftərləri almağa. Belə. Neyse devam edeyim. Ben gəlsə aldıqlarımı göstərəm. Ləvazimat olaraq bir papka almışam. Bizdə riyaziyyat hazırlıq məməsi belə vərəqlərdə verir qaydaları. Papkanı isə qoymaq üçün belə. Mən qələm tapamıram bu arada. Bu taxta qələmlər var. Yazmasam da yoxdur, göstərərdim. Taxta qələmlər olur. Yəqin görərsiniz, oyalığını deyəsəm. Bir ara çox populyar idi və çox qəşəng yazırdı. Orada dəhşət yağlı yazırdılar. Mənim istifadə etdiyim başda qəşəng yağlı yazdı. Axırlarda yox, elə mən də istifadə eləməmişəm. Bu qələmlər. Bu qələmlərdən danışıram. Axırlarda dəhşət körürlər, heç yazmırlar. Axır da heç deyil. Bu arada göstərməyim nə qədər işlətmişəm. Bu qələmdən nə qədər yazmaq olar. Başda çox qəşəng yazır, burası belə əyilmiş. Başda çox qəşəng yazır, sonrası körülür. Və hətta elələri var ki, elərinə yəni almışam ki, heç başda da qəşəng yazmayıb. Ona görə bu qələmlərdən aldım. Orada yoxladım, amma orada yoxladığım siz necə idi? Kardon kimi qoymuşlardı, yəni bir kağız qoymamışdı. Kardon üstə çox qəşəng yazırdılar. İndi yazım yoxdur. Bu arada gayet qəşəng yazır. Yəni bu hissləri falan aldıracağım. Buranı bununla yazdım. Məncə gayet normal bir şəkildə yağlı yazır. Ki yanında belə misallar eləmişəm. Bunları mən o piano eləmişəm. Piano drama, o yanına eləmişəm. Taxta qələmlə eləmişəm. Məncə bunlar gayet ideal yazırlar. Belə. Ardından belə 3 dənə qırmızı qələmi almışıq. Bunlar yaxşı yazırdılar, bəyəndim. Buna görə 3 dənə aldıq. Aslında 3 uşaqlıqdaydı da. Yəni, problem olmayacaq çox da. Belə. Onun ardından orada belə 2 dənə qələm gördüm. Orada belə 2 dənə qələm gördüm. Mavi səhra rəngini aldım. Yenə orada kardon üstüne yoxlamışdım. Qayət qəşəng yazırdım. Ümid edirəm ki, qəşəng yazır. Və gördüyünüz kimi çox qəşəng yazır. Eyni demək olar ki, piano ilə. Belə. Bu da rəngi. Çox qəşəng yazırlar bunlar da bu arada. Hər şey qələm sesimdən mükəmməldir.
Sonra almışam səhra rəngli, birini bacım almışam, birini özüm almışam. Onun ardından sonra belə 2 dənə səhraya ağarcı aldım. Yəni biri bacıma və özümə. Qardaşım üçün çox da istifadə eləmir. Belə qələmləri aldım. Kəppər alını özüm almışam. Kromillər bacımındır. İstəsi də qardaşımındır. Belə. Buna burada ayırmışam. Şimdi biraz uşaqlara verəcəm. Hələ xəbərlər yoxdur. Bacım sərdən mənə sifət saldır ki, bir çalışlanır. Sonra özümə belə flomasterlər aldım. Çox flomasterim var idi. Hətta heç bir belə istifadə edəməm. Demək olar ki, yəni hərdən bir istifadə edirəm. Ona görə azaldım. Belə 3 dənə bundan, 2 dənə də bundan aldım. Yox, 4 dənə bunlardan almışam. Yaşıl da var. 4 dənə bunlardan, 2 dənə də bunlardan. Sonra özümə balaca bir dənə mini kley aldım. Elə belə atıram qaşığıma, hərdən bir lazım. Ona da belə 3 dənəsini almışıq. Bundan, lazımatdan gətirim. Bundan böyle çox bəyənəyə aldım. Bunu bacım almışım. Bunlar var 2 manat idi. Baxın, belə bir şeydə. Bunlar notebooklar. Amma biçəni iyi verən notebooklardır. Çox şeydilər. Əminəm ki, bacımın dəli olacaq, çıldıracaq. Anayı gördüm orada. Göstərdim. İğnə dedi götür. Belə. Orayalı. Bu bacımındır. Bunu özüm almışım. Bu da çiyəliyə iyi verən bir versiyondur. Bu da belə bir notebookdur. Mən özümə daha belə böyük olsun istədim ki, belə yazılar falan yazmaq üçün. Qoxusu çox keçəcək. Sizi iğnə də bizərim buradan. Çəyəli pasın çox qəşəngliyi var idi. Geyim olaraq aldıqanı keçək. Belə özüm ayaqqabı aldım. Bunu burada çox istəyirdim. Mən ümumiyyətlə sambaların görünüşünü çox bəyənirəm. Yəni çox belə incə duruşu var və çox da hündür olmayan ayaqqabılardır. Yəni hündür də ola bilərlər biraz. Nəsə belə bir boz rəngi insan olmuşam. Bunu nəsə vaxt istəyirdim. Niyə bilmirəm, amma çox bəyənirəm bu rəngi. Həm də şu məktəb yufqamız da bozdu, sağ olsunlar. Biz mənə indi sizə göstərim formamızı. Belə bir dənə yufqa almışam. Kəməri var. Yufqaların orada modelləri var idi ki, belindən belə qat-qat. Yəni bu qatda bir şey beldən başlayırdı. Amma mən belə model istəyirdim. Yəni bu bel hissəsi biraz belə yapışan olsun, yəni belə pış kimi olmasın da. Çünki köynəyi içə salanda belə şey kimi durur. O olur belə donların altına, belə gəlinliyin altına salırlar, belə qalır gəlinlik. Elə bir şey kimi durur. Heç bəyənməm bu görünüşü. Ancaq belə bir şey axtardım. Bu arada mən getdim Bratinaya baxdım, Lavettiyə baxdım, Abdullaha baxdım. Bütün deməci bazarı gəzdim, amma bir forma tapmadım mən. Yəni var idi, ya mənim istədiyim bir də değildi. Bu aralar çox bir xırda idi. Ya da ki razmer yox idi. Yəni demək olar ki, bazarda heç Lavetti tərəflərdə falan razmer yox idi. Bratina zatı da şey idi. Daha çox belə incə-incədən görə bəyənmədim. Bunu hardan aldıq? Desin Şərq bazarında ora. Hə, Qayalqot tərəflər harçına Şərq bazarında. Qayalqot tərəfdə ailə uzuzluğa sıp təzə. Moda Trenddən biraz bu yana gedirsiniz. Sumqayıt Moda Trenddən biraz hansı tərəfə gedirsiniz? Bir dəqiqə. Moda Trend burası, Moda Trendin bu hansı tərəfədir? Bu sol tərəfədir. Bir dəqiqə. Hə, Moda Trenddən sağa gedirsiniz. Sumqayıt Malbur, Sumqayıt Malburun sağ tərəfdədir. Mən deyirəm ki, düzləmişəmdir. Nəsə, Moda Trenddə bir anca var gedirsiniz. Orada ailə tuzluq var da. Oradan aldıq. Bundan neçəyə aldım? Bunu 19 manat 50 qəpik deyəsəm, hə. Bu 19 manat 50 qəpik idi. Bu arada bazarda yubqalar, yəni ümumiyyətlə mənim razım yox idi, amma qiymətlər də 9 manat idi, 25-ə verirdilər ki, 19 manat, yəni 20 manat aldıq da bunu. Köynəyi də bu arada neçəyə aldıq? Köynəyi də 15 manat aldıq. Belə. Amma məncə bu formaların ümumiyyətlə özləri uzundular, yəni köynələr də aşırı uzundur. Bu 15 yaşda indi öz razmerimi almışam. Köynək dəhşət uzundur. Yubqalar da məncə bayağı uzundur. Çünki o biri yubqalarda nə bilim, məncə daha qısaydılar onlar. Bunların sanki elə bir ki, istehsal eləndə hamısı belə uzundur. Məncə. Çünki məsələn, bu normalda uzunluğu məncə. Məncə normal uzunluq dizdən bu qədər falan uzun olmalıdır. Uzunluğa da qısa olmalıdır. Normal uzunluq məncə o, yəni mənim algıma görə. Nə çox qısa olur onda, nə də çox uzun olur. Çox uzun olanda sizə yaxşı bir görüntü olunur məncə. Hə, məsələn 15 yaş alsaydı mənim dizindən bəlkə bu qədər aşağıdaydı 15 yaş. Bu 13 yaşdır bu arada. 14 yaş mənim ümumiyyətlə olmadı heç. Belə çox mənə şey oldu. Bol oldu. Bu 13 yaşdır. Mən 13 yaş aldım. Və məncə uzunluq falan qayət normaldır mənə. Mən bəyəndim, amma formamızın ümumiyyətlə
Yubqanı da bəyəndim. Mən keçən il onsuz da bizə keçən ildən deyilmişdi. Burası onda tam belə şey deyildi. Qayda qanun şəkildə deyildi ki, mavi boz geyinin. Demişlər ki, təzə alan mavi boz alsınlar. Amma mən sil ilə almışdım yenə də. Hə, bu arada yubqam yəni var idi, amma yenə də aldıq. Belə. Yubqanın rəngini həqiqətən də bəyənirəm. Mən keçən illərdə ağ köynəyini yubqanı geydim. Amma köynəyin də yəni çox uyumsuzdur. Yəni heç bəyənmədim mən görə bu formanı. Bir də özümə belə bir dənə şalvar aldım. Belə açıq rəngdə bir şalvardı. Arxasında da qırmızı bir yazı var. Məncə bu da bir hava qatır, yəni heç mən narahat eləmədi. Belə bunu çox geyəmirəm. Mən onlar çox dar gəlirlər. Yəni belə məktəb alışverişimdə bu qədər. Bu arada 3 dənə özümə belə corab almışam. Video deməmişəm, indi deyim ki, mən məktəb sumkamı, kaşlokumu falan, yəni bəzi şeyləri Kımdan almışdım. Yəni, məktəb sumkamı zaten vloglarda falan görərsiniz. Amma ki, ayrılıqda da yəni kaşlokumla məktəb sumkamı shorts olaraq məktəb alışverişində göstərəcəm, yəni ikisini ayrılıqda. Yəni belə, ona görə də çanta və qələmqab falan almamışdım özümə. Alışverişim bu qədərdir. Bu arada bir də mənim anamın da saç hekayətini, mənim saçım hekayətini olduğu üçün saçımızın uclarına maska var. Bu arada çox qəşəkdir, yəni reklam falan deyil. Neçəyədir bu? Bunun bu boydası 12 manat 60 qəpikdir. Amma həqiqətən iyidir, çox qəşəkdir. Özləri saçı çox qəşək şey eləyir. Yumuşaltır, nəsə bir şey eləyir. Burada belə mənim üzüm çox qurudur, yəni indi quru deyil, amma qışda dəhşət quruyur. Ona görə də belə bir dənə nəmləndirici krem alıb ana deyirlər ki, bunu çox tərifləyir. Neçədir? Budur 13.90 veribsə 1 manat 30 qəpik falan gibi bir şeydir. Məktəb alışverişim bu qədər idi. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun.